Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Sağlamlıq klubu növbəti təlimini keçirdi. Klubun bu dəfəki qonağı Azərbaycanın tanınmış Yunan-Roma güləşçisi, dünya çempionu və 2015-ci ildə Bakıda keçirilən Avropa oyunlarının qalibi Rəsul Çunayev və tanınmış məşqçi fitness model Fövqə Əfəndiyev oldu. İlk olaraq çıxış edən Sağlamlıq klubunun sədri Təranə Qarayeva iştirakçıları salamladı və mövzu haqqında qısaca məlumat verdi. Rəsul Çunayev və Fövqə Əfəndiyev çıxışlarında burada olmaqdan və tələbələrlə görüşməkdən çox şad olduqlarını dilə gətirdilər və karyeraları haqqında qısaca məlumat verdilər. Fiziki sağlamlıq mövzusunda tələbələrə maraqlı və faydalı məlumatlar verən qonaqlar insanların sağlam həyat tərzi sürməsi üçün idmanın çox vacib olduğunu vurğuladılar. Belə tədbirlər çox olsa, daha çox gənclərimiz sağlıqlı həyata yönlənər və mən də əlimdən gələn qədər bu tədbirlərdə iştirak eləməyə çalışacağam. İdmanla məşğul olmağın mənfi cəhəti yoxdur, ancaq müsbət cəhətləridir. Müsbət cəhətləri həm özgüvən, həm düzgün bədənə sahib olmaq, həm sağlıqlı həyat yönündə bir addım atmaq sayılır. Qonaqlar daha sonra tələbələrin mövzu ilə bağlı suallarını cavablandırdılar. Sonda söz alan Sağlamlıq klubunun sədri Təranə Qarayeva klubun fəaliyyəti haqqında məlumat verdi, belə görüşlərin davam edəcəyini dilə gətirdi. Görüşdən sonra idmançılar tələbələrlə xatirə şəkillər çəkdirdilər.